Xalq təbabətindən alanlar ekran başına gəlsin. Öddaşlarına və böyrəkdaşlarına yaxşı təsir edə biləcək bir üsul deyəcəm sizə. Ağ turp o qədər şəfalıdır ki, onun həm kökü, yəni turp olan hissəsi, həm də ki, yarpaq hissəsi, yaşıl yarpaqlı hissəsi çox şəfalıdır. Və bunun yaşıl yarpaqlı olan hissəsindən biz yeməyə də doğraya bilərik, salatlara doğraya bilərik, suyunu içə bilərik çəkib və müxtəlif cür istifadə edə bilərik. Yəni bu çox faydalıdır öddaşları üçün. Amma onun ağ turp hissəsi həm belə çiğ şəkildə yeyə də bilərik doğrayıb yeməklərlə və ya digər elə-belə də yeyə bilərik ki, mümkün qədər çox yeyək ki, biz onu təsir edə bilsin. Yəni hər gün istifadə etməliyik. Həm də məsələn belə bir üsul da var onu. Bütün xalq təbabəti kitablarında da var o. Amma ümumiyyətlə həm rus, həm ingilis onların da xalq təbabətlərindən oxuyanda hamısında rast gəlmişəm ki, həmin o ağ turpu oyub içərisinə bal tökəndə və gözləyirsən oradan maye süzülür, onu dərman kimi qəbul edirsən, bu da ümumiyyətlə orqanizmi həm gücləndirir, həm soyuq dəyməni götürür, həm də maraqlısı budur ki, ağ turp o işin içində olduğuna görə yenə də böyrək daşlarının əriməsinə şəfa verir.